Cavan yaşından başlayacaq Quran oxumaq. Yəni, xüsusi cavanlar üçün bir dənə hədis deyirəm. Cavan yaşından başlayacaq Quran oxumaq. Quran bütün vücuduna qarışar onun. Bütün vücuduna qarışar onun. Allah həmən cavanı mələikə ilə, mələklərlə məşhur eləyər. Yaxşı. Mələklər onu dua eləyər, mələklər onun bağışlanmasını Allahdan diləyər, mələklər onu ilham eləyər, mələklər onu qoruyar. Həmən cavanı. Quran-ı Kərimdə qiyamət günü onu öz pənahında saxlayar. O çətin günlərdə. Neyniyər? Maraqlı yerə çatdım. Ya Quran deyər, hamı öz əcrini aldı, məni oxuyan qaldı. Məni oxuyana nə əcr verəcəksən? Allah başlayar ona əcr, mükafat verməyə həmən şəxsə, o Quranı oxuyana. Ondan sonra üzün tutar Allah Qurana da, razı qaldım, bəsdir. Qurana Allah deyər, razı qaldım, bəsdir. Quran cavab verər ki, Allah, mən biraz çox fikirləşirdim, elə bilirdim çox verərsən. Yəni, bundan artıq düşünmüşəm. Allah əlavələr eləyər. Ondan sonra deyər ki, razı qaldın. Quran deyər ki, bəli, indi razı qaldım. Bu kitab belə bir kitabdır. Bu kitabın zahiri ilə ünsiyyət qurmaq, batinini aparan yoldur. Baxın, zahiri elə bir qapı döyməkdir. Ərəbcə ki oxuyursan, o qapını döyməkdir. Qapı açılır, daxil olursan, tohid edir. Buranın batini sanki o evdir. Siz o zahiri oxumaqla o batinə yol tapacaqsınız. Quran özü sizlə dost olmağa başlayacaq. Ünsiyyət qurmağa başlayacaq. Göz və şəfa, vücudu və şəfa. Quran özü səni qorumağa başlayacaq, dünya və axirət. Qəflətdən xilas edəcək, lazım olan yerlərdəki, xətərlərdəki, ora addım atsan, bataqlığa düşərsən, özü səni o anda, məsələn, özü-özünə sənə xatırlatacaq müəyyən ayələrinə. Rabitə quracaqsan. Hər gün Quran oxuyun. Cavanlara xüsus hamımıza tövsiyə edirəm. Yaşlı, cavan, xanım, kişi, hamımıza, qocalar, hamımıza. Necə o gündə 50 ayə. O 50 ayə bir yoldur Quranın batinindən. İnşallah.